Hər vaxtınız xeyir olsun, hörmətli kanal izləyicilərimiz. Bugün şəxsi bir evin təqdimatındayım. Dəyərli izləyicilərimiz, 3 sot torpaq sahəsində gördüyünüz bu cür yaşıllığı olan 5 otaqlı şəxsi evin təqdimatındayım. Dəyərli izləyicilərimiz, həyətyan sahəsində bisetkasına baxın, belə bir bisetkası var. Yəni cüzi azca yaşanmış evdir, yəni şəxsi evdir. Müəyyən qədər, yəni az miqdarda xərc tələb edir ki, bir həyətyanı sahəsinə ehtiyac var. Gördüyünüz ki, giriş qapısı üzü çardaqdan yığılıb, həyətin trapik hissədə quraşdırılıb. Rahat şəkildə 2 avtomobil həyətyanı sahəsinə daxil ola bilər. Həyətyanı sahəsində sanitar qovşağına kimi mövcuddur. Şəxsi evdir, dəyərli izləyicilərimiz. Kupçalıdır. Dövlət ipotekasına da yararlıdır. Yerdən kürsünü də özünüz şahid olursunuz. Bu hissədən zirzəmiyə keçid də var. Daxil olaq evimizin iç sahəsinin təqdimatına. Evə daxil olarkən belə bir giriş hissəsi var. Yəni paltar asmaq üçün belə bir fuyesi var. Və daxil olaraq evimizin əsas galeri hissəsinin təqdimatına. Evimizə daxil olarkən bizi bir belə gözəl qonaq otağı qarşılayıb. Gördüyünüz bütün əşyalar hər birisi evdə qalır. Yəni tam əşyalı şəkildə satılır. Bu cür əşyaları var, təzə kimidir. Qoşadaşdan inşa olunmuş evdir. Mərtəbə orası manat beton, fundament kəmər hər birisi var. Evin orta divarlarına kimi, yəni qoşa daşdır. Bu hissədə yerləşir yataq otağından birincisi. Bura qonaq otağı idi. Bu hissədə yerləşir evimizin gördüyünüz kimi belə bir geniş mətbəx yerləşir. Tam təchizatdır, hər bir şey membran mebeldir, evdə qalır, istilənmə kombidandır. Mətbəx mebeli genişdir, döşəmə laminatdır. Yəni ki, şəxsi təmirdir də, şəxsi təmir bu cür olmalıdır. Bu hissədə isə ikinci mərtəbəyə qalxan beton pilləkənlər üzü meşə materialından işlənilib və evin arxa tərəfinə keçmək də olur. Burada yerləşir sanitar qovşağı. Sanitar qovşağın genişliyinə baxın, dəyərli izləyicilər. Çox geniş sanitar qovşağı var. Arxa hissəsində kombi üçün yer ayrılıb. Hal-hazırda arxa hissəsində göstərim sizə. Belə bir arxa hissəsi var. Çamaşır asmaq üçün də üstünlüklərdən biridir. Qalxırıq ikinci mərtəbəyə. Beton pilləkənlər üzü meşə materialından yığılıb. İkinci mərtəbədə də bölgü dəhliz vasitəsilə aparılıb. Kondisionerləri var. Sanitar və hamam otağı adlı yerləşir. Burada yataq otağından birincisi. Qiymət də yerləşmə yerinə gözəl qiymətdir. Burada növbəti yataq otağı yerləşir və bu otaqdan da ki, eyvana çıxışı var. Baxın, eyvana çıxış hissəsi. Burada yerləşir uşaq yataq otağı. Baxın, belə bir yataq otağıdır. Bu hissədə çamaşır otağıdır. Burada sanitar qovşağı yerləşir, bağlıdır hal-hazırda. Dəyərli izləyicilərimiz, Abşeron rayonu Masazır qəsəbəsi 6 nömrəli məktəbin tam yaxınlığında start və qiymət 199 minə kupçalı 5 otaqlı 3 sotda şəxsi evdir. Əlaqə saxlayın 051 635 1797 nömrəmizə əlaqə saxlayıb tez bir zamanda bu evə sahib ola bilərsiniz. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.